Salam dostlar, necəsiniz? Ümid edirəm ki, özünüz və həyatınız yaxşıdır. Mən sizə iş təklif eləsəm, cavabınız nə olacaq? Ev xanımlar, tələbələr və çalışan xanımlar, cənablar, işləyirsiniz. Amma pulunuz azdır, maaşınız azdır. Bilmirsiniz ki, necə yaşaya bilərsiniz. Pul çatmır sizə. Deyirsinizsə, mən sizə ən gözəl iş təklifi ilə gəlmişəm. Mən 2017-ci ildən bəri T şirkətində çalışıram. T şirkəti nədir? T şirkəti bir Almaniyanın şirkətidir. Maaş deyil. Mən sizə demirəm ki, 600 manat, 700 manat, 800 manat, 1000 manat maaş alacaqsınız. Almayacaqsınız. Bu sizin öz əlinizdədir. Sizin çalışdığınız qədər pul alacaqsınız. T şirkətinin şərtləri nədir? T şirkəti çalışmayan hər bir insanın 18-40 yaşın arasında istə ev xanımlar, istə tələbələr, istə çalışan xanımlar, cənablar olsun, fərqi yoxdur. Nə peşəyə sahibi olursa olun, fərq eləmir. Sadəcə şərtləri bunlardır. 18 yaşdan 40 yaşına qədər telefon, kompüter bacaran və hər bir hansı sosial şəbəkəsi sahibi olan, işini çevrəni qurmağı bacaran hər bir insan çalışa bilər. Siz nə satacaqsınız? Mən sizə deyim, məlumatınız olsun. Qısaca məlumat verəcəm. Əgər çalışma istəyən kimsə varsa, mənə TikTokda şəxsə yazsın, mən sizə dərindən məlumat verəcəm. T şirkəti məhsulları bitkilərdə hazırlanmış məhsullardır. Saç, dırnaq tökülməyə qarşı, diş pastası və sairə kimi məhsulları satacaqsınız. Ümid edirəm ki, mənim komandama, qrupuma qoşularsınız. Əgər mənim qrupuma qoşulmaq istəyən varsa, mənim şəxsimə yazsın, xahiş edirəm. Sizin ən dəyərli vaxtınızı aldığım üçün üzr istəyirəm. Ümid edirəm ki, siz mənim qrupuma gəlib pul qazanarsınız. Hörmətli ev xanımlar, tələbələr, ən çox ev xanımlar və tələbələr. Çünki ev xanımla olmaq çox asan iş deyil. Amma pul qazanmaq da istəyir. Yoldaşı çalışma icazə vermir. Özü çalışma istəyir. Evdə oturaraq siz də çalışa bilərsiniz. Tələbələr, siz də həm oxuyub, həm çalışa bilərsiniz. Sizin bacardığınız qədər pul alacaqsınız. Yəni, siz nə qədər məhsul satsaz, o qədər sizin kartınıza və ya əlinizə pul veriləcək. Nə deyirsiniz? Mənimlə mənim qrupuma qoşulma, T şirkətində çalışma istəyirsiniz? Peşman olmarsınız çalışsaz. Mənim qrupuma və T şirkətində çalışan hər bir insan mənimlə yüksəllərdə olur. Mənim komandam çox güclü komandadır. Mənim komandamda çox insan, tələbələr
və ev xanımlarım var. Şərtləri dedim sizə. Ümid edirəm ki, mənimlə bir tez şirkətində işləyərsiniz. Məni dinlədiyiniz üçün minnətdaram. Cavabınızı gözləyirəm. Hələlik. Bye bye.